Herkese salamlar. Bugün sizlerle toplu birinci hissədən səhifə 4 izah edəcəm. Natural ədədlər mövzusunu. Natural ədədlərin onluq sayı sistemində yazılışı. Yəni birinci sualımıza baxaq. Təkliflərdən hansı doğru deyil? 2 cüt ədədin hasili cüt ədəddir. Bəli, məsələn, deyirəm ki, bu A variantıdır deməli. 2 vur 4 məsələn deyirəm. 8-dir, cüt ədəddir. Gəl bir dənə yüksək ədəd yoxlayaq. 12 vur 10 deyək. 120 cüt ədəddir. Yəni bu təklif doğrudur. 2 tək ədədin hasili tək ədəddir. Düzdür. Məsələn 1 vur 3 3'dür. Tək ədəddir. Və yəni yüksək bir ədəd götürək. 11'i məsələn 11 vur 11 121 tək ədəddir. Bu da doğrudur. Sonra tək ədəd ilə cüt ədədin hasili tək ədəddir. Məsələn tək ədədi götürürəm 1, cüt ədədi götürürəm 2. Tək ədədlə cüt ədədin hasili cüt ədəddir. Yəni 2'dir. Doğru cavab C variantıdır. Doğru deyil istəyirdi. Bizdən tək ədəd deyil, tək ədəddir. Amma cüt olduğuna görə doğru cavab C'dir. 2. Təkliflərdən hansı həmişə doğru deyil? Gəlin bütün variantları oxuyaq. Deyir, hər biri 5'ə bölünən natural ədədin cəmi də 5'ə bölünür. Məsələn, deyirəm 15 5'ə bölünür. 3 eləyir. Amma 1 ilə 5, 6 5'ə bölünmür. Yəni həmişə doğru deyil. Cavab olacaq. Yəni o birisilərini də yoxlayaq. Cüt ədədin cəmi cüt ədəddir. 2 ilə 4 6 və yaxud da 10 ilə 12 22 cüt ədəddir. Natural ədədlərin nisbəti natural ədəddir. Bəli, məsələn, deyək ki, 6-nın 2-yə nisbəti 3 eləyir. Natural ədəddir. Tək ədədin hasili tək ədəddir. Yəni 1 ilə 3 vuranda 3 eləyir, tək ədəddir. 2 tək ədədin cəmi cüt ədəddir, düzdür. 1 ilə 3-ün cəmi 4'dür. 5 ilə 15'in cəmi 20'dir, cüt ədəddir. 3 m və n tək ədədlər olarsa hansının qiyməti cüt olar? Bu zaman m ilə n-ə tək ədədlər veririk. M-ə 1, n-ə 3 verirəm. N-ə 3 verən zaman A-da 3'ün kvadratı 9, 2'yə vuranda 18, üstünə 1 gələndə 19 tək ədəddir. M-i n-ə vuranda, yəni 1'i 3'ə vuranda 3 tək ədəddir. M üstü n, yəni 1 üstə gəl 3, 4 cüt ədəd olduğuna görə doğru cavab C variantı. İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? Tək ədəd olduğuna görə n-ə 1 verirəm mən. Deməli, burada 2 alınır cavab, burada da 2 alınır təbii ki. Burada 0 alınır, cüt ədəddir. 1, 4 alınır burada. Burada ancaq 5 alınır. Yəni doğru cavab B variantı. 24'dən böyük olmayan 2 rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Biz bunları necə həll edirik? Deməli, belə bir sualları həll edirik. Birinci 24'ü mən vuruqlara ayırıram. Gəlin buradan yazaq. Bizi deyikən uşaqlar. 24'ü vuruqlara ayırıram. Neçə olur? 24. 2, 12, 2, 6, 2, 3, 3, 1. Düsturumuz vardı. Ədədi P götürürəm. P vurulsun. Deməli, 1 çıxılsın. Çıxılsın deyirəm, üstəklər yazın. 1 çıxılsın, 1 bölünsün B. 1 bölünsün A. Vurulsun, 1 çıxılsın, 1 bölünsün B. Belə yazdılar düstur olaraq. Və deməli, burada 2 ədədimiz var. 3 ilə 2. Ədədimizi yazıram 24. Vurulsun. 1 çıxılsın. Birinci ədədimiz 2'dir. Yəni, niyə hamısı belə yazdım? Bizə deyil. 1 çıxılsın 2'də 1. Sonra vurulsun 1 çıxılsın 3'də 1. Çünki 2 ədədimiz var. Yəni yazıram 2'nin kubu vur 3. 2 var, 3 var. Eləyir bu da. 24'ü deməli vururam 2'də 1'ə. Sonra 3'də 2'yə. 3'də 2'yə 2'lər gedir. Burada da 1, 8. Yəni 8. 24'dən kiçik, 24 ilə qarşılıqlı sadə ədəd olan 8 natural ədəd var. A variantı. 6'da deməli deyir ki, x vur deyil, başında xət var. X, Z vurulsun 4y, Z bərabərdir 7344. Bərabərliyindən x üstəgəl y plus z'in cəmini tapın. Bunun gəlin asan üsullarına baxaq. Bircə dəqiqə uşaqlar. Buranı sileyim. Deməli, belə yazırıq. 4y, Z vurulsun x, Z. Bunun vurulsunu biraz nöqtə şəklində yazın.
bərabərdir 7344. Deməli, burada yazdıq 7344. Hər hansı bir iki ədədi nə iki dəfə öz-özünə vuranda 4 ilə bitir. Təbii ki, ya 2 ya da 8-i vuranda. Gəl 2 yazaq elə. 2 yazsaq, deməli, deyək uşaqlar. 2 yazdıq bura. Onda bura avtomatik 1 olur da. Yəni də 7344-ü 12-yə bölək. Görək kimi 4 ilə başlayan bir ədəd alınırmı? Xeyr, 6 ilə başlayanda 8 olur. 18 yazsaq bura, aha, 4, 72, 14, 0, 4, 0 yazdık mı? 44, 406 ədəd alınır. 406-nı, bu da alınmır. Deməli, başqa bir ədəd onda yoxlayaq. Biz burada 18 ədəd alınır. 408 alınır. Təbii ki, düzdür. Deməli, y 0-dır. X 1-dir. Z də 8-dir. Bunların cəmiyyəti 9 eləyir. Yəni, B variantı. 7 artıq 3-ün kvadratı qiyməti tək ədəddirsə, ifadələrdən hansının qiyməti cüt ədəddir? Mən bunu açmaqdansa, yəni müxtəsər bilmək istiyorsa bilirik. Bunu açmayayım, elə qoyuram yenə. Tək ədəd olduğuna gərək cüt ədəd verək gəlin bura. 14, 2, 7-nin 2 vuranda 14, 14-dən çıxanda 11. 11-in də kvadratı 121 tək ədəddir. Onda A-nın 2-dirsə, deyir cüt ədəddir. 2-nin kvadratı çıx 1, təbii ki 3 eləyir. Sonra 2, 8, 9 eləyir, cüt tək ədəddir. 5 eləyir. Burada da elə A üstə B-nin kvadratı da 9 eləyir. Deməli, 5-i vuranda 2-yə 10, üstünə 2 gəlində 12, yəni qiyməti təbii ki də cüt ədəddir. Qiyməti cüt ədəddir. Onda x-ə 1 verirəm. 3-ü vur 1, 3, çıx 1, 2, 2-nin də kvadratı 4 cüt ədəddir. Onda x1 isə bu 11 alınır. Bu 7. Bu 3 alınır, cüt ədəd deyil. 1, deməli, mənfi 2, mənfi 1 alınır. 7, 12. Yəni, x-in kvadratı 1, yəni 1-in kvadratı 1, 7-yə vuranda 7, üstünə də 5-i vuranda 5 gəlir. 12 eləyir. X cütdüsə 2 verirəm avtomatik, y-də təkdirsə 1 verirəmsə, qiyməti təkdir. 2 ilə 1-in kvadratı 9, üstü 3, 12. Tək ədəd deyil, cüt ədəddir yəni. 6, burada da 2, 8. 2 üstü 1, üstə 1, 4. 4 üstə gəl 3, 7-dir. Yəni, tək ədəd olaraq deyə bilərik. 7. Gəlmir. Aha. X cüt y təkdirsə, x-ə 2, y-ə 1 verirəm. Hansının qiyməti cüt ədəddir? Sadə suallardır. 2 ilə 1-in cəmi 3, 3-ü vuranda 9 tək ədəddir. X çox y 1-in kvadratı 1 tək ədəddir. 4 üstə gəl 3, 7 tək ədəddir. 20 düz hesablayıramsa üstə 2, 22 cüt ədəddir. Y variantı. X və y cüt ədəddirsə, x-i 2, y-ə 4 verirəm. 0 da verə bilərdik. Yəni 2 ilə 4 verək. Hansının qiyməti tək ədəd ola bilər? 2 üstə gəl 12, 14 eləyir. Cüt ədəddir. X-in kvadratı üstə y-in kvadratı. 4-ün kvadratı 16 üstə 2-nin kvadratı 4, 20 böl 2, 10 eləyir. Cüt ədəddir. X-in kubu 8 üstə gəl 4-ün kubu 64, 72 bölünsün 4, 18 cüt ədəddir. X üstə 2, 6, yəni x üstə y, 2 üstə 4, 6, 2 də böləndə 3, yəni tək ədəddir. Bunu siz açmağa ehtiyac yoxdur. Mənə A-B-nin cəmini istəyir. Açmayın. Sadə aşağı çıxırıq. A-B 7 çıxılsın A-B. 133. 7-dən nə çıxanda 3 eləyir? 4. Onda avtomatik burada 4 olur. 4-dən nə çıxanda 3 eləyir? 1. Yəni, ədədlərimiz 1 ilə 7-dir. Yəni, 17-dir. 1 üstə gəl 7. Cavab 8 A variantıdır.
Eyni şəkildə buranı həll edirsiniz. Yengən həll edək. AB 8 çıxılsın AB 179. 8-dən nə çıxanda 9 ilə bitir? 9 çıxanda onda avtomatik burada 9 olur. Buradan bir yadda qaldığına görə 9-dan 1 çıxıram. Deməli A ilə B'miz nə olur? 9. 1 ilə 9. Yəni cəmidə 10 eləyir. A üstəgəl B üstə AB üstə B-A bərabərdir 66 vur. A çıx B-yi. Sadə suallardan biridir. AB'ni mən birinci bunu açıram. Mən nə demişdim sizlərə? 10'a açılış üstəgəl B üstəgəl 10B üstə A. Bərabərdir. Bunu da iç-içə vuranda təbii ki 66A çox 66B eləyir. Dəqiq uşaqlar. 66B. A'lar bir yerə, B'lər bir yerə. 11A üstəgəl 11B bərabərdir 66A çox 66B. 11B 66B mənfi 66B sol tərəfə keçəndə müsbət olur. Yəni 77B bərabərdir 55A'ya. Hər tərəfinə 11 ixtisar apararam. 7B 5A'ya bərabərdir. A'm 7'dir. Deməli A bərabərdir 7, B də 5'dir. Yəni ədəd 75'dir. Məndən nə istəyirdi? Şərtini ödəyən, yəni cavab 70. 75. 15-ci sualımıza baxırıq. 15-ci sualda da eyni məsələdir. Sadəcə 3 rəqəmli verilib. Məslək. Aha. Deməli burada 3 rəqəmli olduğuna görə yazıram. 100A üstəgəl 10B üstəgəl S çıxılsın. Hamısı mənfi olacaq. Çünki mənfi müsbət bir-birlərinə dəyir, mənfi olur. 100B çıxılsın 10'a çıxılsın S. Nəyə bərabərdir? 360'a. Deməli 1,7 S'lər gedir. Mənfi müsbət S gedir. 100A'dan 10'a çıxanda 90'a. 10B'dən 100B çıxanda mənfi 90B. Bərabərdir 360'a. Hər tərəfini 90'a bölsək A çıx B 4'dür. A çıx B nələr ola bilər? 4 ilə 0, 5 ilə 1. 4 ilə 0, 5 ilə 1, 6 ilə 2, 7 ilə 3, 8 ilə 4, 9 ilə 5 ala bilər. Məndən nə istəyir? Deyir AB cəminin ən kiçik qiyməti. Ən kiçik yəqin ki 4 ilə 0 olar. Yəni 4 üstəgəl 0. Cavab 4'dür. AB ədədi üçün AB bərabərdir 2A üstə 4B olarsa. AB-ni açıram 10A üstə B yazıram. Bərabərdir 2A üstə 4B. Aha, olsun. 2A üstə 4B. 10A'dan 2A çıxıram 8A. 4B'dən də B çıxıram 3B. Onda A 3'dür. Bir dəqiqə. Hə, B də 8'dir. Nə deyir məndən? B'dən A'nı çıxıram. 8'dən də 3'ü çıxıram. Eləyir. Bir dəqiqə. Hə, 8 ilə 3'ü toplayıram. Eləyir 11. Burada da 7A 3B'yə bərabər olacaq. Yəni 7'dən 3 çıxıram 4 olur. Eyni məsələdir. A, 8AB 30'a tam bölünürsə, A'nın mümkün qiymətlərinin cəmini tapın. Həll eləyək də. Deməli, yazıram A verilib də, mənə 3A verilib. İncə gəlin hamısının açılışını yazaq, sonra bizə rahat olsun. Nədir bu? 10.000'dir. 100.000 da. 100.000A üstə gəlinsin 10.000A. Biraz böyük ədəddir. 10.000A üstə gəl 1000A
Üstə gəl 8. Üstə gəl 10'a, üstə gəl B. Birinci baxaq görək bu nədir? Yəni açaq görək bizim nə verir bu. 100.000 üstə gəl 10.000, 110.000. A. Üstə gəl 1000, 110.000. 110.000'in üzərinə 10.000 gələndə 120.000. Aha, düz. Aha, 120.000 A. 120.000 düz yazdım. Aha, A. Üstə gəl B, üstə gəl 8. Bu ədəd mənə 30'a bölünməlidir. Aha. A'nın mümkün qiymətlərini cəmini tapın. Əslində biz belə eləyə bilərdik uşaqlar. 4 dənə A'dır da. 4A üstə gəlinsin 8. Ondan niyə? Çünki əgər 30'a bölünürsə bu. Bu 4. 30'a bölünürsə bu ədəd 3'ə və 10'a bölünməlidir. Ona da bölünməsi üçün sonu 0'la bitdiyinə görə B'miz sənə 0 verir. Ona görə də mən yazıram bunu 4A üstə 8. 4A üstə 8 mənə verməlidir 3'ə bölünməlidir 4A üstə 8 və məfi bu həngamə yazılır. 3'ə və 10'a bölünməlidir. Yazıram buradan. 3 və 10. 4A plus 8 3'ə bölünməlidirsə A'ya 1 verə bilərəm. 4 üstə gəl 8 12 3'ə bölünür. 2 verə bilmərəm. 3 verə bilmərəm. 4 verə bilərəm. Bir də 7 verə bilərəm. Mənə nə deyir? A'nın mümkün qiymətlərinin cəmini tapın. Aha, tamam. 1 üstə 4 üstə 7 12. X, Y, 0,6 bölünsün. X, Y bölünməlidir. Ana, tamam qismət A və qalıq B olarsa A ilə B'nin tapın. Ədəd qoyaram, yoxlayaram da. Düzdür uşaqlar? X, Y 10 verirəm. 10, 0,6 bölünsün 10. 1, 0, 0 qalıq da 6. 10, 100 vur 6, 600 eləyir. Yəni doğru cavabımız 600'dür. Yəni bütün mümkün qiymətlərdə olacaq. Burada da həmçinin 4 vur 100 olacaq 400'dür. Burada AB yazıram 10A plus B bərabərdir 2A plus 5B'ye. 8A bərabərdir 4B'ye. 2A da B'ye bərabərdir. 2A B'ye bərabərdirsə ən böyüyü təbii ki ən kiçiyi daha doğrusu 12 olaraq A1 B2. Ən böyüyü də 4 olsa 84 48 daha doğrusu. 48'dən 12 çıxanda 36. 5940 ədədi 5 rəqəmli bununla ədədlərin fərqinə bölünərsə B çox D'nin fərqlərin ala biləcəyi cəmini tapın. Birinci mənə həll etmək üçün boş yer lazımdır. Sonra isə həll edək. Gəlin bu A, B, C, D, Y, sonra A, D. Bunları açaq. 10.000'dir də 10.000 A. Mən 6 yazdım bunları. 10.000 A. Üstə gəlinsin. Sonra nə deyir? B, C, D də 1000 B. Üstə gəl 100 C. Üstə gəl 10 D. Üstə gəl Y. Sonra müsbət mənfi bir-birinə dəyər deyil. Hamısı mənfi olacaq. Yəni çıx-çıx olacaq. Burada nədir? A, D, C, B, 7. A, D, C. Okey. 10.000 A. Üstə çıxılsın daha doğrusu A, D, C, B, 7'də. 1000 D. Yox, 10.000 A. Aha, 1000 D. Çıx 100 C. Çıx 10 B. Çıx Y. Biraz sadələşdirək bunları. Müsbət Y ilə mənfi Y gedir. Sonra nə qalıb məndə? Mənfi 100 C ilə müsbət 100 C gedir. B'lər qalır, A'lar qalır. Hanı? Aha, tamam. 1000 A'lar da gedir. 10.000 A'lar da gedir. Qalır 1000 B.
Hani çıx 10 eləyir 990B. Çıxılsın. Düz yazırıq da. 1000-dən 10 çıxanda. Aha. Sonra da 990D. Mən bunu ortaq məxrəc kimi yazıram. 990 mötərizdə B çıx D. B D-dən böyükdür. 5940 verib də. Deməli 990 B çıx D 5940 idi. Hə, 5940-a bərabərdir. Onda B çıx D. Buna bölürük də. Sıfırlar gedir rəhmətə. Qalır məndə 6, 8. Yox, 594-dür. 93-ə bölürük. 990 deyə bu. 6, 5 çıxdı, 6-dır. Ha, ala biləcək. Aha. Sonra hələ bitməyib. Demək, B deyir ki, D-dən böyükdür. Onda mən alaram 6-dan 0 çıxanda, 7-dən 1, 8-dən 2, 9-dan 3 çıxanda da. Sonra məndən nə deyir? Ala biləcəyi fərqinin acizi qiymətlərini tapın. Əslində, burada 5940-a, baxın, bizdir. 990 deyib bölünürsə, mən 990-lar gedir, burada 6 qalır. Yəni, belli alınır. 6 bölünsün, B çıx D. 6 B çıx D tam bölünürsə, B çıx D 6-nın yəni sadə bölənlərini, yəni 1, 2, 3, 6 olacaq. Bunlar nə edir məndən? Cəmini tapın 12. Düz elədik. Aha, 12. Rəngi dəyişmək. 23-cü sualda da eyni şəkildir. Sadəcə bu zaman hər şeyi həll eləmişik. 7920-ni bölürəm 990 çıx B çıx D-yə. Burada gedir, sıfırlar gedir. 8 bölünsün, B çıx D. 8-in də bilirik, natural hansı ədədlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 4-ə, 8-ə bölünür. Bunların da məndən nəyini istəyir? Cəmini istəyirsəm, cəmi də 15-dir. Yəni 15. Cavab 15-dir. İndi keçirik növbəti səhifəyə. Aha, növbəti sualda deyir ki, 9N-in kubu bərabərdir M neçə 0,87. Bərabərliyindən MN hasilini tapan. Tapaq da. Deyir ki, 9N, aha, dən köçürdək bura. 9N kubu neçəyə bərabərdir? M 0,87. Baxın, bu 9 vur N-də. Bu ədəd 9-a tam bölünməlidirsə, M ala bilər 3. M ala bilər 3. Bir də 12 ala bilər. 12 deyə rəqəmimiz yoxdur. Sadəcə 3000, ədədimiz 3087-dir. Mən indi 3087-ni 9-a bölürəm ki, N-in kubu neçə olduğunu tapıram. 27, 38, 4, 343'dür. N'in kubu bərabərdir 343'ə. N'im də 7'yə bərabərdir. M 3 idi, N də 7 idi. Hasilin üstü 21'dir. 7 N üstəgəl 7 və 8 N üstəgəl 2 ardıcıl cüt ədədlər olarsa, N'in ala biləcəyi qiymətlərin hasilini tapın. Tapaq. Aha, bilirik ki, ardıcıl cüt ədədlər 2N, 2N üstə 2, 2N üstə 4 kimi gedir. Düz deyil, düzdür. Mən bunları, deməli, məsələn, deyirik ki, 2, 4. Bunlar ardıcıl cüt ədəddir. Baxın, buna üstünə 2 gələrək bərabərləşdirərəm də. Biri, məsələn, buna 7 üstü 7, 2N deyirəm. 8 üstü N üstü 2, 2N plus 2 deyirəm. İkisi çatışmır da. Ona görə yazıram. 7N plus 7 bərabərdir 8N plus 4'ə. Onda 3 bərabərdir N'ə. N 3'dürsə,
Gətirib yerinə qoysam, n-in ala biləcəyi qiymətlərin, tamam. Ben buna n deməli burada olur 28, 26. Bir dəfə də yazıram 7 üstə. 7 n üstə gəl 7 üstə gəl 2 bərabərləşdirirəm 8 n üstə 2-yə. Yəni yazıram 7 n plus 9 8 n üstə 2-yə bərabərdir. Onda 7 bərabərdir n-ə. N bir dəfə 3 aldı, bir dəfə 7 aldı. Məndən qiymətlərin hasilini soruşurdu. 3 vur 7, 21. Yəni doğru cavab 21-dir. Eyni şəkildə də 26-cı sualdır. Gəlin bunu şifahi eləyək. Yəni 4n plus 12 5n 7 üstə 7-yə bərabərdir. Onda n bir dəfə 5 alınır. Sonra n bir dəfə 1 alınır. Ala biləcəyi də 6-dır. İki rəqəmli ədədin təkliklər İki rəqəmli ədədin təkliklər sayının onluqlar sayından 2 vahid böyükdür. Bu iki rəqəmli ədədin rəqəmləri cəminə hasili 144 olarsa bu ədədi tapın. İki rəqəmli ədəd budur. Məsələn, x, y-dir. Deyir, onluğun sayı, onluq x-dir. Təkliyin sayından 2 vahidi böyükdür. Biraz uzun gedəcək. Mən bir dənə burada boş yer yaradım. Deyir ki, iki rəqəmli ədədi yazıram x, y. Deyir, onluq bərabərdir təklik üstə gəl 2. Yəni x bərabərdir y üstə 2-yə. Mənə deyir ki, bu iki rəqəmli ədədin rəqəmləri cəmi. Yəni x plus y vururam x, y ədədinə 144 alıram. Məndən x-i verib də y plus 2-dir. Düzdürmü? Biz elə ki, bununla yazmayı boş. Təzdən yazalım. X, y bərabərdir. Deməli, x bərabərdir y plus 2-yə. X, y vurulsun. X plus y 144-dür. Düzdürmü? Bunu 144-dür. Deməli, x, y. Burada x-imi əvəz eləyərəm də. Y üstə 2-nə. Yəni, onda 2x vur y. X, y daha doğrusu. Üstə gəlsin 2y. Üstə 244-ə bərabərdir. Burada x, y açsın birinci. 10 x üstə gəl y. Vurulsun. X üstə gəl y. 144'e bərabərdir. X'in bərabərdir y çıx 2'yə də, düzdür? Gətirib yerinə qoysam 10y üstə gəl 20, 11y daha doğrusu üstə gəl 20. X'in yerine y üstə 2'si 2y plus 2. 144'e bərabərdir. Bu zaman seçmə yoluna aparsaq, burada a'lardan deyirdi. Biz x nə edik? X 2'dir, y 4'dür. Məndən də bu ədəd istəyir. 24'dür. Doğru cavab. Yəni 24'ü 2 ilə 4'ə vuranda, yəni 6'ya vuranda 144 eləyir. 24'dür. Düzdür. İndi bu bir sualımıza baxırıq. Burada nə deyir bizə? Burada x bərabərdir 3y artıq. Artıq bunu da eyni üsulla həll eləyirik. Yəni burada bir şey dəyişmir. Sadəcə x bərabərdir 3y-nin əvəz eləyirik. Eyni yerinə qoysaq ədədimiz 39 alınır. Təbii ki də 39 12'yə. Rəqəmləri fərqinə. Yəni 39'u 6'ya vuranda 234 eləyir. Mən gəlin 29-cu sualı həll edeyim sizin üçün. Yerimiz boşalsın da.
Aha. Deməli, nəsə bunu görürsüz 29-u təbii ki də. Bunu mən gəlin açım, rahat həll edək. 10A plus B çıxılsın 11 çıxa. Dedim də sizə müsbət mənfi olduğuna görə dəyir bir-birinə. Bölünsün A üstə B 7-yə bərabərdir. Bunu yenə sadələşdirirəm. 9A çıx 9B A çıx B bərabərdir 7. 7 məxrəcinə 1 yazıram. Kənar həddlərin hasili orta həddlərin tənasüb qaydasını tətbiq edirəm. 9A çıx 9B bərabərdir 7A çıx 7B'yə. 2A bərabərdir 2B'yə. Onda məndə A ilə B də bərabərdir. Belə mi oldu? Aha, düzdür. Mənim. Aha 29 AB A üstə B A üstə B'dir də bu. Ayda A üstə B deyir uşaqlar bu. Və bu səhvlik. Bu 7 A üstə B'dir. Onda bu hissəni silirəm. Deyirəm A B'yə bərabər olmaz. 2A bərabərdir 16B'yə. A bərabərdir 8B'yə. Nə deyir məndən? A vur B. A 8, B 1. A'nı da B'ye vuranda 8 eləyir. Burada da eynidir. Sadəcə 6 qoysaq yanına hesablasaq. Bura 6 yaz. Yaxşı, gəlin burada yazaq sizə görüm. Təkə bunun rəngi çıxan qalınlıq. Və 9A çıx 9B bərabərdir 6A üstə gəl 6B'yə. 3A bərabərdir 12B'yə. A da 4B'dir. A 4'dür, B 1'dir. Yəni 4'dür. İndi 31-ci suala baxırıq. Gəlin baxaq. Buranı təmizləyim. Aha. Mənim verilən burada dansam. X, Y açıram. 10x üstə Y qalınır. Mənfi müsbət gedir deyə, mənfi Y ilə müsbət Y gedir deyə 10x qalır. Burada da 10y qalır. 2'yə bərabərdir. Nə yaxşı. Neyim? 10x 20y bərabərdir. X də 2y bərabərdir. Ən böyük qiyməti dediyinə görə burada y-ə 4 verirəm. Burada 8. Yəni x ilə y 84, yəni 12'dir də. Belə deyək. Mən bu 12'dir. Burada 12 deyil uşaqlar. Burada mən səhv yerini yazdım. Bu zaman burada 4 olur. Burada 4 olur. Da burada 4 y bərabərdir. Onda bura 2 olursa burada 8. Yəni 10 eləyir. Ən böyük qiyməti 10'dur. 33'də ifadələrin qiymətləri üçün uyğunluğu müəyyən edin. İfadələrin qiyməti mən açanda birincidə 10A üstə B, üstə gəl 10B üstə A'dır da. Yəni 11A üstə 11B deyilmi? 11'i mötərizə xaricinə çıxacaq. 11 mötərizədə A üstə B. Deməli bu 11'ə təbii ki də bölünməlidir. Da 1'ə C gedir. Ay yazdım bura. 1'ə C gedir. Deməli 2'də nə deyir burada? 10A üstə gəl B çıxılsın 10B çıxılsın A. 10A çıx A. 9A çıx 9B. 9'u mötərizə xaricinə çıxardıram. 9 mötərizədə A çıx B. Bu ədəd 9'a bölünməlidir. Bura A gedir. Burada da 111A üstə 111B. 111'i mötərizə xaricinə çıxardıram. A üstə B. 111'ə bölünür. 111 37'yə bölünür 3 dəfə. Onda 1'ə C,
2'ye A, 3'e Y, B gedir. Burada da eyni şəkildə 11 A çıx 11 B, yəni 11-i mötərizə xaricinə çıxardıram. Təbii ki, bu ədəd 11-ə bölünəcək. 100 A üstə 10 B üstə C çıxılsın 100 B. Aha, burada 99 A olur, çıx 99 B olur da. Başa düşdünüz necə? Bu ədəd 99-a bölünür, bir də 9-a bölünür, B-yə də bölünür yəni. De yazım 100 A üstə 10 B plus C çıxılsın 100 B, çıx 10 A, çıx C müsbət gedir. 90 A. Görürsünüz nə? 90 A çıx 90 B. Bildik. Niyə silimri? 90 A çıx 90 B'dir. 90'ı mötərizə xaricinə çıxartsam, təbii ki, bu 9'a bölünəcək və 10'a bölünəcək. Yəni A-cı. O birisində də 111 A çıx 111 B'dir. 111'i mötərizə xaricinə çıxarsam A çıx B. 111 də deyək ki 111'ə bölünür deyə 3'ə də D gedir. Ətraflı yazılı tələb edən tapşırıqlara keçirik. AB üstə CA üstə BC 88 və A fərqlidir, B fərqlidir, C olarsa ABC ədədinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini tapın. Bunun üçün mən bunu başqa yerdə yazdım, çünki mənə bir yer lazımdır. Burada da inkifat qədər yer yoxdur. Yəni bunu mən də başqa yerdə yazım. Aha, bu yeri açdım. Açıram birinciyə 35-ci sualı 10A plus B plus 10C plus A plus 10B plus C 88'e bərabərdir. 11A plus 11B plus 11C 88'e bərabərdir. 11'i mötərizə xaricinə çıxardanda A üstə B üstə C 88'e bərabərdir. İxtisallar gedir, burada qalır 8. A üstə gəl, B üstə gəl, C 8'dir. Bunu tapdım. Mənə deyir ki, ABC-nin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiyməti. Uşaqlar, baxın, mən burada 0 verə bilmərəm və eyni təkrarlanmış ədədləri verə bilmərəm. Ona görə də biraz məntiq yürütmək lazımdır. A-ya mən 5 verirəm, B-yə 0 verə bilmərəm. Bir axırda verərəm C-yə, B-yə 2 verərəm. Yəni ədəd 521'dir. Biraz da məntiq işləsək, təbii ki də bunun tərsi ən kiçik olacaq. Yəni 125. Bunların da məndən cəmini soruşurdu, 646'dır. Yəni cavab 646'dır. 36'ın gəlin hesablayaq. 36'da yazıram 10A plus C üstü 11B. Çünki 10B üstə B'dir də. Birbaşa yazıram. Sonra 10C üstü 10A. A daha doğrusu. 11A plus 11B plus 11C 77'ye bərabərdir. Onda mən elə 11'i mötərizə xaricinə yenə çıxartsam, A üstə B üstə C məndən 7'ye bərabər olacaq. Məndən deyir ki, ən kiçik qiymət. Tamam. Gəlin ən kiçik, ən böyük üçün C-yə 1 verək. Sonra 6 qalır. 6'ya da verək 5 1 verə bilmərəm. Çünki təkrarlanmamalıdır ədədlər. 421 verək. Bura 2 verək. Bura 4 verək. 421. Təbii ki də bunun da tərsi. Mən niyə biliyorsam? Bunun da tərsi ən kiçikdir. 124. 5, 4, 5. 545. Yəni cavab da 545'dir. Bugün üçün natural ədədlər mövzusu üçün izahımız bu qədər. Ümid edirəm ki, videonu bəyəndiniz. Bəyəndinizsə kanala like atmağı, abunə olmağı, yorum yazmağı unutmayın. Yenə də nəsə problem olsa şərh bölməsində qeyd edərsiniz. Sağ olun, izlədiyiniz üçün təşəkkürlər.